Sükunət vəziyyətindən 2 sm/saniyə kvadratı təcillə hərəkətə başlayan avtomobilin 4-cü dəqiqənin sonundakı sürətini hesablayın. Bilirik ki, sürətin düsturu V bərabərdir. V0 üstəgəlsin AT. Bizdə deyir, sükunət vəziyyətindən hərəkətə başladığı üçün V0-ımız gedəcək 0-a. V bərabərdir AT. Bəs A və T-ni yerinə necə yazacaq? A-ya əvvəlcə vahidlərimizi dəyişməliyik. A nəyə bərabərdir? 2 sm/saniyənin kvadratı. Biz bunu metr böl saniyənin kvadratına mütləq şəkildə keçirtməliyik. 1 metrimiz 100 santimetrdir. Demək, 1 santimetrimiz 1 bölünsün 100 metrdir. Aha, gətirib yerinə yazırıq. A-mız bərabər olacaq 2 bölünsün 100 metr. Yəni 0-dan 100-də 2 metr böl saniyənin kvadratı. Metr böl saniyə kvadratı. Yerinə yazdıq. İndi isə T-ni dəyişməliyik. T-miz T bərabərdir 4 dəqiqə. Dəqiqəni də mütləq şəkildə saniyəyə çevirməliyik. Bunu saniyəyə çevirsək, 1 dəqiqəmiz neçə saniyədir? 60 saniyədir. Gətirib yerində yazırıq. Bərabərdir 4 vurulsun 60, o da bərabərdir 240 saniyə. Aha, indi düsturda yerinə yazırıq. V bərabərdir A vur T. A-mız neçədir? 100-də 2. T'miz neçədir? 240. Sıfırlar getdi. Elədi 48 böl 10. O da bərabərdir 4,8 metr böl saniyə. Cavab eləyəcək D variantı.